Salam millət. Ölkəbaşı İlham Əliyevin oğlu Heydər Əliyevin Davos İqtisadi Forumunda vəziyyəti, səhhəti pisləşib və onu dərhal oradan aparıblar. Hətta İlham Əliyevin ailəsi üçün illərdir gözlədiyi ən önəmli görüş, önəmli olan Donald Trumpla görüşə belə qoşula bilməyib, orada iştirak edə bilməyibdir. Çünki həmən vaxtı xəstəxanada olub. Davos İqtisadi Forumunda nələr baş verib, hamısını danışacağım, göstərəcəm sizə. Xahiş edirəm, videonun sonuna qədər izləyin, bəyənin, paylaşın, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Mən deyərdim ki, bu Davos İqtisadi Forumu da İlham Əliyev xüsusilə onun ailəsi üçün çox biabırçı keçdi. Xüsusilə bildikləri halda ki, onların oğlu Heydər Əliyev xəstədir, özünü apara bilmir, hər an hər şey ola bilər, onu Davos İqtisadi Forumuna çıxardırlar, adam içərisinə çıxardırlar ki, göstərsinlər ki, bu mənim varisimdir və məndən sonra bu prezident ola bilər. Necə ki, Heydər Əliyev vaxtilə bəzi görüşlərə İlham Əliyevi də aparmışdı. Ondan sonra bunun bəlasını biz 2003-cü ildə çəkdik və indiyənə kimi də çəkirik. Videonun sonuna qədər izləyin, bəyənin, paylaşın. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun. Sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Dəyərli dostlar, bildiyiniz kimi 19 yanvar tarixindən İlham Əliyev İsveçrənin Davos şəhərində dünyanın iqtisadi forumunda iştirak edir. Bu dəfə bütün ailə üzvlərini sadəcə Arzu Əliyevanı aparmamışdı. Çünki Arzu Əliyevanın bu günləri elə 23 yanvar tarixində doğum günüdür. Keçən il doğum günündə də Davosda Arzu Əliyeva olmuşdu və həmən vaxtı orada Arzu Əliyeva da hansı biabırçılıqlar törətmişdi, özündən gedib dava salmışdı və ailələr də söz-söhbətləri artıq bizim kanal vasitəsilə də çox insan milyonlarla baxışı olan videoda xəbərdar olmuşdu. Əlqərəz, dedikodudan, ailə içi söhbətlərdən və s. çox da mən danışmıram, o qədər də önəmli deyil. Hər kəsin ailəsində söhbət ola bilər. Prezident ailəsində olan söhbətlər hamını əlbəttə ki, maraqlandırır. Bunu da normal qarşılamaq lazımdır. Amma heç mən ailə içi söhbətləri çox da danışmıram. Amma danışmaq istədiyim və vurğulamaq istədiyim məqam odur ki, bilə-bilə ki, sənin oğlun xəstədir, bilə-bilə ki, sənin qızın Leyla Əliyeva başdan xarabdır, onu sən gələcək prezident kimi görmək istəyirsən və bu ehtimalı nəzərdən keçirirsən. Bəli, Leyla Əliyevanın da prezident olmaq iddiası var və ailənin bu planı da var. Bu C planı da var. Ondan da danışacaq, dəyərli dostlar. Səbirlə qulaq asın. Bildiyiniz kimi 19 yanvarda İlham Əliyev ailəsi ilə getdi. Hətta Heydər Əliyevin həyat yoldaşı Alyona Əliyeva da orada iştirak elədi və Heydər Əliyev burada 20 yanvar tarixində olan bir şirkətin rəhbəri ilə İlham Əliyev görüşdə SOCAR-ın təmsilçisi kimi görüşür. Ekranda da görürsünüz. Mikhail Cabbarov İqtisadiyyat naziri, eləcə də SOCAR-ın Müşahidə Şurasının sədridir. Onun yanında Heydər Əliyev oturubdur. Yəqin sizin də diqqətinizi çəkir. Baxın, Hikmət Hacıyevin əlinə dəftər qələm veriblər. Mikhail Cabbarovun əlində dəftər qələm var. Onlar güya nəyisə qeydlər aparırlar. Bu, balaca Heydərin isə əlində bir şey yoxdur. Ya deyir ki, mən lotuyam, İlham Əliyevin oğluyam, mənə fərq eləmir, əlimdə dəftər qələm. Ya deyir, mən hər şeyi əla bilirəm, qeyd aparmağa ehtiyac yoxdur. Ya da deyir ki, gəlmişəm atamın yanında elə belə oturmağa, baxım görüm nə edirsiniz. Amma Heydər Əliyevin burada güya missiyası SOCAR təmsilçisi olmaqdır. Yaxasında bir badge var, yazılıb orada ki, SOCAR-ın təmsilçisi
Azərbaycan Dövlət Neft Şirkətinin güya bu hansısa bir vəzifəlisidir. Bilinmir hansı vəzifəlisidir. Amma hələ mən 2022-ci ildə video çəkib ilk dəfə bildirdim. Yəni bu Azərbaycan mediasında hələ yox idi, heç kəsin xəbəri yox idi. İqtisadiyyat Nazirliyində bu bir 10 qoruma ilə bütün koridoru bağlatdırıb, heç kəs koridora çıxa bilməzdi, güya işə gəlirdi. Bir neçə dəfə işə gəlmişdi və bunu mən video çıxış edib xəbər yaydım. Ondan sonra bilindi ki, o İqtisadiyyat Nazirliyində artıq işləyir. Bildiyiniz kimi, SOCAR da İqtisadiyyat Nazirliyinə bağlı olan bir qurumdur. Əlqərəz. Və bu 20 yanvar İlham Əliyevin oğlu Heydər Əliyev bu görüşdə iştirak edir və ondan sonra halı onun pisləşir. Bildiyiniz kimi, balaca Heydərin səhhətində hansısa bir problem var. Yəni xəstəlik və hər gün müalicə alır. Günlərlə müalicə alır, yəni bu bir gün belə müalicəsiz keçmir. Sözün açığı, xəstəliyi belə sir kimi gizlədilir. Nə xəstəliyi var, bu açıqlanmır. Ailənin içərisindən yalnız və həkimi və mühafizənin rəhbəri bilə bilir ki, bunun nə xəstəliyi var, bəlkə mühafizənin rəhbəri də bilmir ki, nə xəstəliyi var. Amma sir kimi saxlanılır. Burada Davos İqtisadi Forumunda hətta onun həkim heyəti belə iştirak edib. Xüsusi həkim heyətinin, bildiyiniz kimi, prezidentin haralarasa səfəri olduğu zaman tibb heyəti də orada iştirak edir. Xüsusi Heydər Əliyevin xüsusi həkimi də bu tibb heyətinin içərisinə daxil edilibdir. Deyə bilərsiniz ki, Tural Sadıqlı, sən bunları haradan bilirsən? Mən zaman-zaman sizə prezidentin mühafizə xidmətində baş verənlərdən xəbər verirəm. Yəni, prezident ailəsindən xəbər verirəm və görürsünüz ki, həqiqətən də doğrudur, doğru çıxır. Çünki prezidentin mühafizə xidmətindən mənə sızdırılmış məlumatlar çatır. Əlqərəz, 20 yanvar tarixində, hələ bu 20 yanvar ayrı söhbətdir ki, bu adamlar Şəhidlər Xiyabanını gəlib ziyarət eləmədilər. İlham Əliyev tək quqquluğu kimi gəldi, heç kəs yanında olmadı, heç bir şəhid məzarının belə üstünə qərənfil qoymadı, yalnız düz hamısından keçdi, videoları bəlkə də görmüşsünüz. Qabağından hamısını düz keçdi, axırda getdi, Məşəlin, əbədi Məşəlin abidəsinin qarşısına orada bir gətirdilər, əkili qoydu, orasını burasını düzəltdi. Söhbət odur ki, niyə Mehriban Əliyeva getmədi? Niyə bu ailənin başqa fərdləri, üzvləri elə Heydər Əliyev Şəhidlər Xiyabanını ziyarət eləmədi? Niyə Leyla Əliyeva Şəhidlər Xiyabanını ziyarət eləmədi? Niyə Arzu Əliyeva Şəhidlər Xiyabanını ziyarət eləmədi? İndi bugün Arzu Əliyeva yəqin ki, başdan dəmdir, dəm də olacaq və çünki ad günüdür, bunu dedim mən. Əlqərəz, 20 yanvar tarixində Heydər Əliyevin Davos İqtisadi Forumunda birdən halı çox pisləşib və oradan o aparılıbdır. Baxın, çox önəmli, İlham Əliyevin ailəsi üçün çox önəmli olan bir görüş Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpla görüşə belə qatıla bilməyibdir. Hansı ki, 2 gündən sonra Trumpla bu görüş olacaqdı. Baxın, Arzu Əliyeva, üzr istəyirəm, Leyla Əliyeva burada var, Mehriban Əliyeva burada var və Mikhail Cabbarov var. Burada nəzərə tutulmuşdu, Heydər Əliyev özü iştirak eləsin. Mikhail Cabbarov ola bilər orada olacaqdı və yaxud da olmayacaqdı. Amma Mikhail Cabbarov, SOCAR təmsilçisi kimi orada özü tək olur. Heydər Əliyev. Baxın, təsəvvür edin siz, İlham Əliyev, Əliyev ailəsi, oğlu əgər sağalarsa, o sağlıq problemlərini arxada qoyarsa, onu prezident etmək istəyir. Bunu artıq Azərbaycanda 7-dən 77-yə hər kəs bilir. Belə olan halda, dünyanın bir nömrəli siyasətçisi kimi artıq təqdim edilən Donald Trumpla görüşə niyə oğlunu gətirmir? Çünki oğlu yataqdaydı. Çünki oğlu xəstə idi, vəziyyəti pisləşmişdi. Baxın, mən sizə başqa bir şəkillər göstərəcəm. İlham Əliyevlə bu, deməli, balaca Heydər və bu 20 yanvarda olan görüşdü. Daha sonra Heydər Əliyevi oradan apardıqdan sonra SOCAR-ın öz rəhbəri peyda olur. Məcbur olur Mikhail Cabbarov Davos İqtisadi Forumunda Rövşən Nəcəfi işə salmağa. Amma nəzərdə tutulmuşdu ki, Heydər Əliyev SOCAR-la bağlı bütün tədbirlərdə iştirak edəcək.
burada isə iştirak edə bilmir. Artıq onu oradan təcili aparıblar və Rövşən Nəcəf Mikayıl Cabbarovla birgə artıq o SOCAR-la bağlı görüşlərdə iştirak edir və SOCAR-ı təmsil edir. Çünki Heydər Əliyev orada yox idi. Baxın, başqa bir görüşdə də sizə göstərirəm. Bu da belə. Və əziz həmvətənlər, mən əvvəlki videoda da bildirdim ki, Heydər Əliyev əslində elə uzun müddət İsveçrədə qalır. İsveçrənin Zürih və yaxud da Zürih şəhərində. Orada həm xəstəxana var, onun həkimləri orada İsveçrəli həkimlər tərəfindən müayinə altında saxlanılır, nəzarətdə saxlanılır. Həmçinin təbii ki, təkcə həyatını müalicə ilə keçirmir ki, eyni zamanda əyləncə ilə də, daha doğrusu istirahətlə də və eləcə də ki, bax, bu görüşlərə qatılırsa, deməli, bu həmçinin biznes və sairələrindən də maraqlanır və İsveçrədə dünyanın ən böyük bankları var və xüsusən də Zürih şəhərində orada onunla məşğul olur. Siz görmüsünüzmü ki, Heydər Əliyev son zamanlar 1, 2, 3, 5 il lap ağzını açsın, danışsın. Bir yerdə 5 dəqiqəli çıxış eləsin, 3 dəqiqəli çıxış eləsin, danışsın. Görmüsünüzmü? Yox. İlham Əliyev onu dəfələrlə bəzi yerlərə aparır, Qarabağa aparır, həmçinin Bayraktarın o uçuş aparatlarının açılışına, o strateji obyektə aparmışdı. Həmçinin, nə bilim, Zeynalabdin Tağıyevin güya heykəlinin açılışına, Aşıq Ələsgərin heykəlinin açılışına aparır, ora aparıb, bura aparıb, Davosa aparıb. Bir qabağına, ağzına bunun mikrofon verilib və bu da danışdığını görmüsünüzmü? Yox. Bu adam danışa bilmir. Xeyli müddətdir bu xəstəlikdən əziyyət çəkir. Baxmayın ki, o deməli, indi bəziləriniz deyə bilər ki, və niyə bunun xəstəliyindən sevinirmi? Xeyr, mən sevinmirəm. Mən bunu başa salmağa çalışıram ki, xüsusən də prezident ailəsinə. Ay İlham Əliyev, sən Azərbaycan xalqını daha 10 illiklər bədbəxt etməyə çalışma. Övladının müalicəsi ilə, övladınla məşğul ol, Mehriban Əliyeva, sən öz övladınla məşğul ol. Bunu gətirib niyə sən siyasətə soxmağa çalışırsan, Azərbaycan xalqını urcaq etməyə çalışırsınız gələcəkdə. Bu işarələri də verirsiniz ki, ömürlük İlham Əliyev olsun, ondan sonra balaca Heydər olsun, onun babası prezident idi, sən prezident ol, oğlun prezident olsun. Mənim danışmaq, demək istədiklərim bax bunlardır. Gələcəm indi Leyla Əliyevanın da prezident etmə ehtimallarına, bunların niyə hər şeydə Leyla Əliyevanı soxurlar gözə? Niyə? Niyə soxurlar Leyla Əliyevanı gözə? Baxın ekranda, bu da Davosda çəkilmiş bir şəkildir. Yenə Leyla Əliyeva öz amplasındadır. Yenə havalardadır beyni. Yenə uçur. Hər kəs, başqaları başqa aləmdə danışırlar. Bu isə öz aləmindədir. Bu bir foto deyil. Bu çox görüntülərdə siz görmüşsünüz ki, Leyla Əliyeva özündə olmur. Azərbaycan milləti sənin oğlundan və ancaq qızından ibarətdir. Azərbaycanda başqa kişi, başqa qadın yoxdur ki, ölkənin rəhbərliyinə gətirilə bilər, savadlıdır, bacarıqlıdır, ölkəni idarə edə bilər. Yalnız sənin ailəndən çıxmalıdır. Yalnız Əliyevlər olmalıdır, Əliyeva familiyasını daşımalıdır. Ya Heydər Əliyev, Leyla Əliyeva. Leyla Əliyevanı hər yerdə gözümüzə soxurlar. Dəyərli dostlar, qayıdım mən Heydər Əliyev barəsində. Siz bunun danışdığını görmüsünüzmü? Yalnız uşaq vaxtı, məktəbdə oxuyanda, universitetdə oxuyanda bir iki kəlmə deyibdi. Atam mənim dərslərimlə məşğul olur. Boş vaxtlarınızda nə ilə məşğul olursunuz? Boş vaxtlarımda, nə bilim, dostlarımla görüşürəm. Siz onun bir dostu varmı? Dostunun bir adını bilirsinizmi? Hansısa bir dostu var. Heydər Əliyevin bir sosial şəbəkə hesabı varmı? Baxın, İlham Əliyevin var, arvadı həyat yoldaşı, Mehriban Əliyevanın sosial şəbəkə, Facebook, Instagramı, hamısının var. Eləcə də Arzu Əliyevanın var, həm Facebook, həm Instagramı paylaşırlar. Düzdür, heç biri ağızlarını açıb danışmır İlham Əliyevdən başqa. Amma şəkilləri, getdiyi yerlər, gördüyü işlər və s. Leyla Əliyevanın var Instagram, Facebook hesabı, tez-tez nə işlə məşğuldur, görsənir, paylaşırlar şəkillər, videolar. Siz Heydər Əliyevin adına rəsmi bir
səhifə olduğunu görmüsünüzmü? Heydər Əliyev falan yerə getdi. Heydər Əliyev falan şey elədi. Heydər Əliyev şəhidləri yad elədi. Heydər Əliyev bayramı təbrik elədi. Yoxdur. Çünki bu adam ölü kimi bir şeydir. Sən amma bunu bizim gözümüzə soxma. Ölüb Allah rəhmət eləsin. Və yaxud da Allah can sağlığı versin. Və yaxud da heç bir şey də demirəm mən. Amma bizim gözümüzə soxmayın. Bizi təhqir eləməyin bunlarla. Yalnız Leyla və Heydərdən ibarət ola bilər Azərbaycan xalqı. Xeyr. Dəyərli dostlar, deməli, bu görüntüləri də gördünüz. Belə bu görüntülərdə niyə ailənin Heydər Əliyevi olmadı? Çünki vəziyyəti pisləşib apardılar. Bu 1 gün, 2 gün, 3 gün bir yerdə qala bilməz. Baxın, Amerika Birləşmiş Ştatlarına İlham Əliyev BMT-nin tədbirində iştiraka getmişdi keçən il. Xatırınızdadır. Orada tək getməmişdi. Həm Arzu Əliyeva, Leyla Əliyeva, arvadı Mehriban Əliyeva, Heydər Əliyev yox idi. O vaxt niyə aparmamışdı? Hə? Həm də ona görə ki, Heydər Əliyevin uzun təyyarə reysində, səfərində iştirakı həkim tərəfindən qəbul olunmur, tövsiyə edilmir. Amerika Birləşmiş Ştatlarına təyyarə uçuşu 10 neçə saat davam edir. Azərbaycandan hələ, bilmirəm, 14 saat, 15 saat getmiş olar. Ona görə də Heydər Əliyev Amerika Birləşmiş Ştatlarına da getmədi. Yəni, Trumpla orada da görüş olmuşdu. Düzdür, orada ailəvi görüşlər olmamışdı. Amma vəziyyət bu yerdədir. İlham Əliyev bəs Davosda başqa nələr elədi? İlham Əliyev əsasən Davosda kimlərlə görüşdü? Başqa şirkət rəhbərləri ilə daha çox görüşdü. Və oğlunu və həmçinin İqtisadiyyat Nazirliyi və eləcə də qızı Leyla Əliyevanı burada iştirak etməsinin səbəbləri Azərbaycan prezidenti ailəsinin övladlarının da Azərbaycandakı şirkətlər, xüsusən də Silkway West şirkəti, Leyla Əliyevanın bu şirkəti dünyada daşımaçılıq, təyyarə, nəqliyyat sahəsində çox önəm daşıyır və bütün şirkətlərlə çalışırlar ki, anlaşsınlar, onların mallarını, avadanlıqlarını Silkway West şirkəti daşısın, pul İlham Əliyevin qızı Leyla Əliyevaya qalsın. Əliyev həmçinin deməli, Trumpın təşkil etdiyi Sülh Şurasında iştirak etdi. Sülh Şurasının, daha doğrusu, üzvü elədi Azərbaycanı. Səhv etmirəmsə 18 ya 20 ölkə oldu. Donald Trump loxlaya bildiyi daha doğrusu ölkələrin rəhbərlərini qoşdu bu şuraya. Güya dünyada sülh yaradacaqlar, sülhə töhfə verəcəklər. Nə bilim, hansı ölkələr bir Avropa ölkəsi, bir inkişaf etmiş Qərbi Avropa ölkəsi iştirak etmədi və qəbul da etmədi. Nə Almaniyası, nə Böyük Britaniyası, nə Danimarkası, nə Fransası, İsveçrəsi, nə bilim, İspaniya, Portuqaliya və bu ölkələrə heç biri qoşulmadı. Sadəcə 18 Pakistan, nə bilim, Azərbaycan, Ermənistan, Avropadan Bolqarıstan, Macarıstan, bu ölkələr qoşuldu və Donald Trump bildirmişdi ki, bura kim qoşularsa 1 milyard dollar pul ödəməlidir. Sonradan xəbər yayırlar, bilmirəm nə qədər doğrudur yoxsa yox, ki, bu könüllülük əsasında bura pul veriləcək. 1 milyardı və yaxud da neçə 100 milyonu könüllü verəcəklər o pul ora. Biz də görmüşük ki, İlham Əliyev hakimiyyətdə qalmaq, bunun xoşuna getmək üçün Azərbaycan xalqının büdcəsindən, pulundan verir onlara. Nə əhəmiyyət kəsb edəcək bu Sülh Şurası? Donald Trump burada özünün hegemonluğunu, söz sahibini, güya dünyada sülh yaratmağa çalışdığını, sülh yaratdığını göstərmək istəyir və İlham Əliyev kimi asılı ölkələrin, daha doğrusu asılı prezidentlərdən istifadə eləyir. Donald Trump sülh Nobel mükafatı almaq istəyir. Bunun üçün də əlləşir, vuruşur. Xatirinizdadır, İlham Əliyev də demişdi ki, Trumpa sülh Nobel mükafatı vermək lazımdır. Bunun üçün biz Nobellə müraciət edəcəyik. Bunlara da mən qayıtmaq istəmirəm. Və 1 milyard pul və yaxud da bilmirəm nə qədərdir, bizə danışmırlar axı, xalqı saymır axı İlham Əliyev ki, mən nəyə imza atıram, nəyə niyəcəm, deyir ki, hər şeyi mən özüm bilirəm, nəyi nə vaxtda etmək demək lazımdır. Deməyini ümumiyyətlə demir, nəyi nə vaxt etmək lazımdır, mən bilirəm, deyir.
Güya Qəzzada sülh yaradacaqlar. Trump mı Qəzzada sülh yaradır? Trump mı insanları Qəzzada xilas eləməyə çalışır? Yoxsa orada ölümünə göz yumanlardandır. İndi İlham Əliyev kimə gəlirsən sən? Ay İlham Əliyev, sən kimə gəlirsən? Bəs Davosda İlham Əliyevə nə sual veriblər? Artıq Avropanın, xüsusən də bəzi dövlətləri İlham Əliyevdən insan haqları, demokratiya barəsində tələblər qarşısına qoymurlar və güya Euronews kanalına müsahibə verib və görsənir ki, Euronews kanalı da onu sıxmaq istəmir. Ya adətən İlham Əliyev xoşlayır və razılıq verir Euronewsə müsahibə verməyə. Bilmirəm Euronewsə iyanələri ilə, pulları ilə yardım eləyir yoxsa yox. Çox güman ki, eləyir. Yəni kanaldır, dünyada kanaldır, müəyyən yerlərdən maliyyələşir. O maliyyələr də əsasən iyanələrdən gəlir. Güya Azərbaycan tərəfindən də ona ola bilər ki, Euronewsə iyanə gəlir, pul gəlir, 1 milyon, 5 milyon, 10 milyon. İlham Əliyevə gözün üstə qaşın var deyən sual verilmir. Sual verilmir ki, sən Azərbaycanları niyə əzirsən? Niyə siyasi məhbuslar var Azərbaycanda? Bunun ən qatı, sərt sualı Euronewsin İlham Əliyevə nə olur? Bəs Avropa Parlamenti sizi tənqid edibdir. Necə ona münasibət bildirirsiniz? Nə reaksiya verərdiniz? Baxaq görək Euronews nə verib. How do you feel and how do you react to this constant criticism of Azerbaijan from the EU Parliament? Well, we do not react any longer. Very diplomatic. Gördüyünüz kimi altı da tərcüməsi yazılıbdır. Avropa Parlamentinin tənqidinə nə cavab verirsiniz? Amma tənqidin içərisində varmır jurnalist ki, bəs orada tənqid olunursunuz ki, Azərbaycanda siyasi məhbuslar var, polis zorakılığı var və s. var. Deyir ki, buna nə münasibət bildirsin? O deyir ki, biz reaksiya vermirik. Bu da deyir ki, olduqca diplomatik cavabdır. Gülüşürlər. Budurmu İlham Əliyevə verilən tənqidi sual? Yox. Answer. Yeah, we stopped reacting. We did react in the past. Biz daha deyir ki, reaksiya vermirik onların Avropa Parlamentinin Azərbaycan tənqidlərinə və dayandırmışıq reaksiya verməyə, əvvəllər verirdik reaksiya. But of course, it's so obvious that this bias situation to Azerbaijan is generated by special lobbying groups, by special forces which cannot digest Azerbaijan's independent policy. Güya nəyə görə cavab vermirlər, reaksiya bildirmir? Çünki Avropa Parlamenti güya hansısa başqa qüvvələrin, xüsusi xidmətlərin Azərbaycana qərəzi nəticəsindədir. Qərəzli şəkildə deyirlər ki, Azərbaycanda siyasi məhbus var, Azərbaycanda polis zorakılığı var, insan haqları boğulur, xaricdəki müxalifətçiləri öldürməyə çalışırsınız. Güya bunlar hansısa ölkələrin xüsusi bir maraqlarına xidmət edir, ona görədir. Nə deyəsən? Arsıza nə deyəsən? So we actually, for many years, already stopped any cooperation with European Parliament. Biz Avropa Parlamenti ilə və and also with the Parliamentary Assembly of the Council of Europe. Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentindən münasibətlərimizi, əməkdaşlarımızı deyir ki, çox xeyli müddətdir ki, dayandırmışıq. We cooperate with European Commission and for us it is enough. Deyir, biz Avropa Komissiyası ilə yalnız münasibətlərimizi, əməkdaşlığımızı saxlamışıq. Bu da bizə bəsdir. Yəni ki, Avropa Komissiyası qaz veririk, qaz alırıq, iqtisadi əməkdaşlığımız var. Amma parlamentlərdə deputatların, xalqın səsi ilə seçilən insanların tənqidləri bizim vecimizə deyil. Bax, buna deyirlər ki, abırsızlıq, utanmazlıq. Dəyərli dostlar, mən çox vaxtınızı uzatmaq istəmirəm və bunu sadəcə bu xəbərləri sizə çatdırmaq istədim. Leyla Əliyevaya gəldik. Leyla Əliyeva çox tədbirlərdə, siyasi görüşlərdə iştirak edir. Onu da prezident hazırlamaq istəyirlərsə, C variantı, əgər Heydər olmazsa, İlhamdan sonra Leyla ailədən biri etmək istəyirlər. O zaman batarıq biz, həqiqətən batarıq. Mən inanmıram ki, kimsə razı olar. Şərhlərdə yazın, Leyla Əliyeva Azərbaycanın prezidenti ola bilər. Xahiş edirəm, yazın. Salamat qalın.